kosmonavtlara verilən ilk silah 9 mm-lik Makarov tapancası olmuşdu və bu silah kosmik uçuşlar zamanı xilas etmə dəstinin bir hissəsi kimi gəmilərdə saxlanılırdı. Düşündüyünüzün əksinə, bu silah kosmosda istifadə üçün nəzərdə tutulmamışdı. Bu silah əsasən kosmonavtlar yer səthinə indikdən sonra, xüsusilə Sibirin ucqar meşəlik ərazilərində vəhşi heyvanlardan qorumaq üçün nəzərdə tutulmuşdu. 1965-ci ildə Vasor 2 missiyası zamanı yerə qayıdan astronavtlar Aleksey Leonov və Pavel Belyayev məhz bu Makarov tapancası sayəsində eniş zamanı qarşılaşdıqları canavar sürüsündən qorunmağa nail olmuşdular. Leonovun bu təcrübədən sonra Makarov tapancasının Sibir vəhşi təbiətinə qarşı kifayət qədər effektiv olmadığı barədə narahatlığı sonradan bu məqsəd üçün nəzərdə tutulmuş daha bir güclü silahın yaradılmasına səbəb oldu. 1986-cı ildə kosmonavtlar üçün xüsusi hazırlanmış üçlüləli silah istifadəyə verildi və bu silah 2006-cı ilə qədər Sovet və Rus kosmik missiyalarında istifadə olunurdu. Bu cür maraqlı faktlar öyrənmək üçün məni izləməyi unutmayın. Yəqin ki bunu bilmirdiniz.